Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nud daimu ala a'daihim ecma'in. Biz ötənki bəhsimizdə qeyd etdik ki, İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm Əbu Zərə rahiməhullah olan nəsihətində buyurur ki, 5 şeyi 5 şeydən qabaq qənimət bil. İlk ikisini dünənki söhbətimizdə qeyd etdik. Cavanlığı qocalığından əvvəl qənimət bil və sağlamlığı xəstəlik gəlməmişdən qabaq qənimət bil. Biharul Ənvar kitabı cild 74, səhifə 75, Daru İhya-i Turasil Arabi tərəfindən çap olunan nüsxəyə baxa bilərsiniz. Və mübarək nəsihətin davamında buyurulur ki, və ğinəkə qablə fəqrikə, yəni iqtənim ğinəkə qablə fəqrikə. İmkanatlı varlı olmağı fəqirlik gəlməmişdən qabaq qənimət bil. Və fərağəkə qablə şuğlikə. Boş vaxtın boşluğunu məşğul olmamışdan qabaq, məşğuliyyət gəlib səni tapmamışdan qabaq qənimət bil. Və həyətəkə qablə mautikə. Və həyatını, diriliyi, hal-hazırda ki yaşayırsan, bu həyatı ölüm gəlməmişdən qabaq qənimət bil. Burada qənimət bil sözündən məqsəd budur ki, yəni Allah üçün və Allah istəyən kimi yaşa, sərf elə, keçirt. Çünki biz digər İslami mətnləri bir yerə yığanda görürük ki, bizə ixlaslı olmaq tapşırılıb. Yəni Allah üçün iş görmək əmr edilib. Allah üçün olmasa zaten faydası yoxdur. Bir iş həm Allah üçün olmalıdır, həm də Allah istəyən kimi olmalıdır. Allah üçün olmasa ixlassız olur, riyakarlıq olur, bunun faydası yox, zərəri var. Allah üçün olsa, Allah istəyən kimi olmasa, bu da düzgün olmur. İnsanın günah etməsinə hətta gətirib çıxarır. Yəni Allah istəyən kimi istifadə etməsən. Nemətlərin şükrü həm də onun təyinatı üzrə sərf etməklə baş verir. Dildə şükür edirsən, əməldə ibadət edirsən, qəlbində Allaha təşəkkür edirsən. Bunlardan əlavə həm də gərək nemətləri təyinatı üzrə istifadə edəsən. Məsələn, bir soyuducu alanda adicə bir cihaz, orada qeyd olunur ki, bunu necə istifadə elə və yaxud hansısa bir televizor alanda, kompüter alanda, telefon alanda göstərilir ki, bunu necə istifadə etmək lazımdır. Adicə bir dərman alanda deyilən kimi istifadə etməsən, zay edirsən. Nemətlər də belədir. Göz neməti, qulaq, dil və sair nemətlər ki var, Allah Azza və Cəllə tərəfindən bizə əta edilib. Allah buyuran kimi təyinatı üzrə sərf etmək lazımdır. Gözü nəyə baxmaq əmr olunubsa ona baxa bilərsən. Nəyə baxmaq qadağan olunubsa gərək baxmayasan. Bu cür istifadə etmək lazım nemətləri. Həmçinin də vaxt nemətini Allah vaxt neməti əta edib, fəraq, boşluq vaxtın var, boş vaxtı. Bunu Allah istəyən kimi istifadə elə. Allah yolunda istifadə elə, yaxşı işlərə, faydalı işlərə istifadə elə, axirətin üçün istifadə elə. Həmçinin həyat neməti, həmçinin imkanatın var, bunu Allah üçün, Allah rızası üçün istifadə elə, Allah istəyən yerlərdə istifadə elə. Və nəsihətin bu yerinə diqqət edin, buyurur ki, həyatı ölüm gəlməmişdən qabaq qənimət bil. Ölüm bu dünyadan xatimədir, vidalaşmaqdır. 5 qəniməti ki tapşırıb, bunlar qənimət bil, axırıncısı nədir? Həyatdır. Çünki həyat bitsə, bütün nemətlər də bitir. Həyatın qədrini bilmək lazımdır. Baxın, nə çox eşitmişsiniz xətiblərdən, moizə eləyənlərdən, alimlərdən. Deyiblər ki, ilahi bu mübarək Ramazan ayına biz ki sağ-salamat çıxmışıq. Nə qədər insanlar olublar, əvvəllər bizimlə birlikdə idilər, indi yoxdurlar, vəfat ediblər. Amma bizə Allah bu mübarək Ramazan ayını nəsib edib. Şəbaniyə xütbəsində buyurulduğu kimi Allahın ziyafətinə dəvət edilmişik. Allah bir daha bizə fürsət verib ki, bu mübarək ayda nə edək? Mübarək ayın qədrini bilək, bağışlanma diləyək, dua eləyək, istiğfar eləyək, Quran oxuyaq, əməllərimizi düzəldək, nəfsimizi paçlayaq, özümüzü düzəldək. Fərz edin, imtihan vaxtıdır. İmtihan misalını vurmaq istəyirəm ki, hər kəs şagird tələbə olub və bilir ki, imtihan necə olur. Fərz edin, imtihan otağına gəlmişsiniz, artıq nə oxumusunuzsa qalıb geridə, imtihan otağında əyləşmişsiniz, imtihancı birdən deyir ki, uşaqlar 2 dəqiqə gözləyin gəlirəm. Bu 2 dəqiqə ərzində hər kəs kitaba, dəftərə baxır, görüm nəsə bir şey öyrənim, yaddan çıxan bir şey varsa baxım. Və xoş halını o şagirdin ki, o 2 dəqiqədə öyrəndiyi bir şey imtahanda gəlir və o düzgün cavab verir. Artıq o 2 dəqiqə qənimət bildi və nəsə öyrəndi.
Mübarək Ramazan ayı da bu cürdür. O 2 dəqiqə kimidir. Allah sənə fürsət verdi o 2 dəqiqə misalında mübarək Ramazan ayında səni çıxartdı ki, bağışlanma diləyəsən, məğfirət, rəhmət Allahdan olmasan dua eləyəsən, günahlarının bağışlanmasını istəyəsən. Ona görə də Ramazan ayı, mübarək Ramazan ayı qənimətdir. Çünki bu ay digər aylardan çox-çox üstündür. Şəbaniyyə xutbəsində İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm belə başlayır. Əyyuhən nəsu, ey insanlar, innəhu qad əqbələ ileykum şəhrullahi bil bərəkəti və rəhməti vəl məğfirə. Ey insanlar, Allahın ayı sizə bərəkətlə, rəhmətlə, məğfirətlə, bağışlanmaqla sizə üz gətirib. Şəhrun huvə indəllahi afdalus şuhuri və əyyəmuhu afdalul əyyəmi və ləyəlihi afdalul ləyəli və saatuhu afdalus saati huvə şəhrun du'aytum fihi ilə ziyafətillah. Bu elə bir aydır ki, Allah yanında ayların ən üstünüdür. Bu ayın günləri günlərin ən üstünüdür. Bu ayın gecələri gecələrin ən üstünüdür. Bu ayın saatları saatların ən üstünüdür. Bu elə bir aydır ki, siz bu ayda Allahın ziyafətinə dəvət edilmisiniz. La ilahe illallah. Bağışlanmaq ayı, rəhmət ayı, bərəkət ayı, məğfirət ayı. Deməli, doğrudan da belə bir aya çıxdığımız üçün Allaha sonsuz həmd və sənalar etməliyik. Mübarək Ramazan ayının daha çox mübarək olduğunu bilmək üçün bir də bu nöqtəyə diqqət edin. Şəbaniyyə xutbəsinin davamında Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَجُعِلْتُمْ فِيهِ مِنْ أَهْلِ كَرَامَةِ. Bu ayda siz Allahın kəramət əhlindən qərar verildiniz. Ənfəsukum fihi təsbihun və nəvmukum fihi ibadətun. Nəfəsləriniz bu ayda təsbihdir. Elə bir nəfəs alırsan qeyri-ixtiyarı, Allah onu Subhanallah əvəzinə yazır. La ilahe illallah. Və nəvmukum fihi ibadətun. Yatmağınız ibadətdir. Yəni yatmaq minimum hətta diri insanın fəaliyyətsizliyidir. Yatmısan, heç bir şey görmürsən. Hətta fəaliyyətsizliyə belə Allah savab verir. Fəaliyyətsizliyin ibadət sayılır. Yəni Allah bəzi əməlləri ibadət qərar verib də, namaz, oruz, xumus, zəkat, həc və s. Deyib mübarək Ramazan ayında yatmaq da ibadətdir. Yat, mən onu da ibadətdən sayıram. Bu qədər geniş rəhmət, bundan tərəfi nə rəhmət olsun ki? Nə ət ailəsin Allah bundan artıq insana? Və əməlukum fihi məqbulun və duaukum fihi mustəcabun. Əməliniz bu ayda məqbuldur, qəbul olunandır və duavınız müstəcabdır. Bir şərtlə ki, şərti şurutu yerində olsun. Şərtləri ilə bir yerdə riayət eləyəsən. Bax, nəvmukum sözündən sonra, yuxunuzdan sonra deyir əməlukum. Yəni işarə edir ki, elə belə deyil, gödə yataq ibadət olsun. Yox, əməl eləyin. Allah bilir, bəlkə də yatmağınız ibadətdir sözündən məqsəd budur ki, insan, axı bir var insan oyaq qalacaq, gedəcək filan kəslə görüşəcək, bir dənə qeybət eşidəcək, naməhrəmi baxacaq, günah eləyəcək, özünü qoruyub saxlaya bilməyəcək, bundansa yatması yaxşıdır. Amma buyurur ki, əməlukum məqbul, yəni əməl edin, yatmaq ay deyil. Ona görə buyurur ki, boş vaxtınızı məşğuliyyət sizi gəlib taxmamışdan qabaq qənimət bilin. Çünki insan boş vaxtda daha çox yatmağa çalışır da, mühüm vacib iş olsa gedər işin dalıyca. Yatsın əybi yox. Amma məsələn 2 saat yatmaq əvəzinə yarım saat yatsın, qalan vaxtı dursun, boş vaxtı Allah üçün sərf eləsin, qənimət bilsin, duaya sərf eləsin, Qur'an oxusun, dua eləsin, öz dilində hətta istiğfar eləsin, şükür eləsin. Bu ayda da fərağı, boşluğu, məşğuliyyət gəlib bizi taxmamışdan qabaq qənimət bilməliyik və Allahla rabitəyə sərf etməliyik. Nəsihətin bir yerində nə deyildi? Deyildi ki, imkanatı fəqirlik, kasıbçılıq sizi taxmamışdan qabaq qənimət bilin. Yəni nə? Yəni Allah yolunda sərf edin, Allah buyuran kimi sərf edin. Haramlarda sərf etməyin, haramdan ələ gətirməyin, qazanmayın və haramda da sərf etməyin. Halaldan qazanın və halal işlərdə sərf edin. Və mübarək Ramazan ayda artıq imkanların Allah yolunda sərf edilməsi ayıdır da. Bir ay ki, ziyafətullah da Allahın ziyafətidir. Yəni, sən də öz imkanatı Allah yolunda sərf elə. Elə mübarək Şəbaniyyə xutbəsinin davamında buyurulur ki, وَتَصَدَّقُوا عَلَى فُقَرَائِكُمْ وَمَسَاكِنِكُمْ. Öz fəqir və miskinlərinizə sədəqə verin, kömək edin, onlara ehsan edin. Əyyuhən-nəs, ey insanlar, mən fattara minkum saimən mu'minən fi həzə şəhri kənə ləhu bizəlikə indəllahi itqu nəsəmətin və məğfirətun limə mada min zunubihi. Buyurur, ey insanlar, kim burada, bu ayda bir oruç tutana iftar versə, bir mömin iman əhli oruç tutana iftar versə,
bu ayda. Onun üçün bu vasitə ilə Allah yanında bir qul azad etməyin savabı hasıl olar və bağışlanma hasıl olar. Keçmiş günahları bağışlanar. Fəqilə ya Rasulallah deyildi, ey Allahın Rəsulu, və leysə kulluna yaqdiru alə zəlikə. Bizim hamımız buna qadir deyilik ki, ehsan eləyək. Fəqalə ittəqun nərə vələv bi şiqqi təmrətin, ittəqun nərə vələv bi şərbətin min məin. Buyurdu, cəhənnəm odundan qoruyun özünüzü, qorunun, çəkinin, qorxun, hətta yarım dənə xurma ilə. Özünüzü qoruyun otdan, hətta bir qurtum su ilə. Yəni, hətta bir qurtum su ehsan elə, yarım dənə xurma ehsan elə. Bu savab sənə səbəb olar ki, qiyamətin günündə o dünyada cəhənnəm odundan xilas olasan. Odur ki, imkanatın qədrini bilin, fəqirlik gəlməmişdən qabaq. Ramazanda imkanımız varsa, Allah rızası üçün Allah yolunda fəqirlərə, Allah rızası üçün Allah yolunda fəqirlərə sərf eləyin və ehsan eləyin. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.